Salam, hər vaxtınız xeyir. Bugün danışacağımız mövzu bağlayıcıdır. Bağlayıcı köməkçilik hissələrindən biridir və cümlə üzvlərini, sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri, abzasları, mətnin tərkib hissələrini, yəni mətndə olan tərkib hissələrini bir-birinə bağlamağa xidmət edən köməkçilik hissəsidir. Yəni bağlama vəzifəsini yerinə yetirir. Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür. Birinci qrup tabelik bağlayıcılardır. Tabelik bağlayıcıları. İkinci qrup tabesizlik bağlayıcıları. Tabelik bağlayıcılarının bir işlənmə yeri var. Yəni bunlar bir yerdə işlənir. O haradır? Tabeli mürəkkəb cümlənin tərkibində. Tabeli mürəkkəb cümlənin tərkibində işlənir. Tabeli mürəkkəb cümlənin keçəndə qeyd edəcəyik. Və tabeli mürəkkəb cümlənin tərkibində işlənərək onların tərəfini bir-birinə bağlayır. Yəni biz tabelilik bağlayıcısını harda görsək, deyəcəyik ki, o tabeli mürəkkəb cümlədir. Çünki tabelilik bağlayıcılarının bir işlənmə yeri oldu. Hara oldu da? Tabeli mürəkkəb cümlənin tərkib hissələrində. Tabesizlik bağlayıcılarının isə iki işlənmə yeri var. İki yerdə işlənir. İki işlənmə yeri. Bu sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlaya bilər. Baxın, sadə cümlədə həmcins üzvləri bir-birinə bağlamaq xidmət edir. Bir də tabesiz mürəkkəb cümlənin tərəflərini bağlamaq xidmət edir. Tabesiz mürəkkəb cümlədə. Məsələn, sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlaya bilər. Deyirik ki, tabesizlik bağlayıcıları Ayan və Orxan getdilər. Nə etdilər? Getdilər. Gedən kimdir? Ayan və Orxan. Deməli, həmcins mübtədələri burada və bir-birinə bağlayıb. Yəni, sadə cümlədə həmcins sözlərini bir-birinə bağladı. Bir də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayıb. Bunu da tabesiz mürəkkəb cümlədə qeyd edəcəyik. Bağlayıcıların quruluşundan danışanda biz burada sintaktik vəzifəsinə görə danışdıq və ikinci qrup isə bağlayıcıların quruluşca növləridir. Bağlayıcıların quruluşca iki növü var. Bağlayıcılar sadə olur, mürəkkəb olur. Ümumiyyətlə, köməkçilik hissələrində düzəltmə deyə bir anlayış yoxdur. Köməkçilik hissələri ya sadə olacaq, ya da sadə və mürəkkəb bölünəcək. Sadələr bir tərkib hissədən ibarət olur. Məsələn, amma bağlayıcısı, və bağlayıcısı, çünki bağlayıcısı, ki bağlayıcısı və s. Mürəkkəb bağlayıcılar isə iki qrupa bölünür. Bitişik yazılan mürəkkəb bağlayıcılar var. Bir də ayrı yazılan, yəni tərkibi bağlayıcılar var. Bunlardan bitişik yazılanlar əsl mürəkkəb bağlayıcılar sayılır. Məsələn, deyirəm ki, hal, bu ki, ha, belə. Bax, bunlar bitişik yazılan mürəkkəb bağlayıcılardır və əsl bağlayıcılar, əsl mürəkkəb bağlayıcılar hesab olunur. Ayrı yazılanlar isə həm də, ya da, istərsə də, sonra gah da və yaxud və s. Deməli, bunlar da nə oldu? Ayrı yazılan mürəkkəb bağlayıcılarımız. İndi tabelilik və tabesizlik bağlayıcılarının növlərindən danışacağıq. Tabelilik bağlayıcıları neçə qrupa bölünür, tabesizlik bağlayıcıları neçə qrupa bölünür. Birinci danışaq tabesizdən. Tabesizlik bağlayıcıları. Tabesizlik bağlayıcılarının neçə işlənmə yeri var idi? İki işlənmə yeri vardı. Sadə cümlənin həmcins sözlərində, bir də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayacaq. Tabesizlik bağlayıcıların birinci qrupu inkarlıq bağlayıcısı var. İnkarlıq. İnkarlıq bağlayıcıları hansılardır? Nə? Nə də? İnkarlıq bağlayıcısı. İkinci qrup qarşılaşdırma. Qarşılaşdırma bağlayıcısı. Amma, ancaq, lakin, sonra isə, fəqət, bir də halbuki. Halbuki. Bunlar qarşılaşdırma bağlayıcıları oldu. Sonra bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcıları ya, ya da, ya da, hamısını yazmıram bura. Ya da, gah da, istər, istərsə də, yaxud və yaxud da və s. Deməli, istər, istərsə də və yaxud da bunlar nədir? Bölüşdürmə bağlayıcılardır. 4.
İştirak bağlayıcıları. İştirak bağlayıcıları hansıdır? Ha belə, hətta, həm də, həm də, həmçinin, sonra dadənin özü, dadə bağlayıcısı. Eləcə də, məsəl üçün, o cümlədən, o sıradan və s. Bunlar nədir? Bunlar da iştirak bağlayıcılarıdır. Sonra aydınlaşdırma. Burada tabesizin aydınlaşdırmasından danışırıq. Yəni ki, məsələn. Yəni ki, bir də məsələn bağlayıcıları. Bir də birləşdirmə. Vacib olan birləşdirmə bağlayıcıları. Birləşdirmə bağlayıcıları da ilə, lalə, qısaldılmış forması lalədir və bir də və bağlayıcısıdır. Bunlar nədir? Tabesizlik bağlayıcısıdır və bu bağlayıcılar harda işlənəcək? Sadə cümlənin həmçinin sözcüklərini bağlamağa xidmət eləyəcək. Bir də tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayanda biz bu bağlayıcıları görəcəyik. Məsələn, deyək ki, deyirəm, nə Aynur gəldi, nə də Aytaç. Burada görürsünüz, nə Aynur gəldi, nə də Aytaç. Aynurla Aytaç gəlmədi. Burada Aynur və Aytaç mübtadələrdir. Həmcəs mübtadələri burada nə də bağlayıcı bir-birinə bağlayıb və inkarlıq məzmununu verir. Görürsünüz? Yəni, heç biri gəlmədi. Nə Aynur gəldi, nə də Aytaç gəldi. Heç birinin gəlmədiyi mənasında işlənib və bir-birinə inkarlıq məzmunu, sözləri bir-birinə bağlayıb daha doğrusu. Sonra deyə bilərəm ki, Aynur getdi, ancaq Sənan getmədi. Aynur getdi, ancaq Sənan getmədi. Bax, burada Aynur getdi, Sənan getmədi. İki sadə cümləni Aynur getdi bir cümləmizdir, Sənan getmədi ikinci cümləmizdir. Burada ancaq qarşılaşdırma bağlayıcısıdır və iki dənə sadə cümləni bir-birinə bağlamağa xidmət eləyir. Bax, bağlayıcıların əsas vəzifəsi cümlələri, sözləri, cümlə üzvlərini, abzasları, mətnləri bir-birinə bağlamaqdır. Sonra burada tabellik bağlayıcılarından danışacağıq. Tabellik bağlayıcılarının hansı növləri var? Tabellik bağlayıcılarının da var. Yenə aydınlaşdırma növü. Aydınlaşdırma. Bayaqlar biz tabesizlikdə də aydınlaşdırma dedik. Tabesizlik aydınlaşdırma bağlayıcısı oldu. Yəni ki, məsələn, indi tabellik aydınlaşdırma bağlayıcılarından tanışırıq ki, o da ki və belə ki bağlayıcılardır. İkinci, səbəb bağlayıcıları. Səbəb bağlayıcıları hansılardır? Ona görə ki, çünki, ondan ötürü ki, bu səbəbə, onun üçün ki və s. Bunlar nədir? Bunlar səbəb bağlayıcılarıdır. Üçüncü növ güzəşt bağlayıcıları. Güzəşt bağlayıcıları, hərçənd və hərçənd ki bağlayıcıları. Və dördüncü növü şərt bağlayıcıları. Şərt bağlayıcıları hansılardır? Madam ki, indi ki, sonra bir halda ki, əgər, hər, gah və s. Bunlar da nə oldu? Şərt bağlayıcıları oldu. Və tabellik bağlayıcıları dedik. Harda işlənir? Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Yəni, bu bağlayıcıları harda görsəniz, biləcəyik ki, o cümlə tabeli mürəkkəb cümlədir. Çünki, yenə qeyd edirəm təkrar, tabellik bağlayıcılarının bir işlənmə yeri var. O da tabeli mürəkkəb cümlənin tərkib hissələri arasındadır. İndi bağlayıcıların digər hissələrindən qarşıdırılması məsələsindən danışacağıq ki, yəni bağlayıcı kimi işlənən bir söz başqa nitq hissəsi kimi də işlənir. Məsələn, hansı sözlərdən başlayaq burada? Məsələn, ki sözündən danışaq burada. Ki sözü. Ki həm ədat kimi işlənir,
həm bağlayıcı kimi işlənir. İndi ədat kimi işlənəndə hansı məqamlarda ədat kimi işlənir? Orada artıq ədatda bundan danışmayacağam. Burada buna yekun qoyuruq. Ki cümlənin sonunda işlənirsə ədat. Baxın, ki cümlənin sonunda işlənirsə ədatdır. Məsələn, deyirəm ki, mən demədim ki. Mən demədim ki. Və yaxud da, mən demədim ki. Mən demədim ki. Baxın, cümlənin sonunda işləndi. Deməli, burada nədir? Ədatdır. Və ki-nin cümlənin ortasında işlənməsi məsələsi var. Ki, əgər cümlənin ortasında işlənirsə, onunla əvvəl, yəni özündən əvvəl xəbər gəlirsə, bağlayıcıdır. Xəbər gəlmirsə, ədatdır. Məsələn, deyirəm ki, Aysun gəlməlidir ki, biz gedək. Baxın, ki cümlədə işlənib. Özündən əvvəl nə gəlib? Gəlməlidir. Nə etməlidir? Gəlməlidir. Xəbər. Özündən əvvəl xəbər gəlibsə, burada ki nədir? Ki bağlayıcıdır. Bağlayıcı. Yox, ki cümlənin ortasında işlənibsə və özündən əvvəl xəbər gəlməyibsə, deməli orada nədir? Ədatdır. Mən ki gözəl deyildim. Ki cümlənin ortasında gəlib, özündən əvvəl nə var? Xəbər yoxdur ki? Yoxdur. Deməli, burada ki nədir? Ədat mövqeyində çıxış edib. Ki cümlənin ortasında gələndə, bax bu məsələlərə diqqət yetirirsiniz. Sonunda gəldikdə nə olur? Ədat olur. Bir də durğu işarələri buraxılmayan suallardan danışıram. Bəzən testlərdə durğu işarələrini buraxmırlar. Əgər cümlədə ki-dən sonra vergül görürsünüzsə, bağlayıcıdır. Vergül yoxdursa, ədatdır. Yəni cümlədə ki bağlayıcı kimi işlənəndə ondan sonra mütləq vergül qoyulmalıdır. Ədat kimi işləndikdə ondan sonra vergül qoymaq olmaz. Və bir də burada ki nə vaxt qarışdırılır? Təkrar olunan sözlərin arasında işlənən ki də ədatdır. Baxın, təkrar olunan sözlərin arasında işlənən ki də nədir? Ədatdır. Məsələn, deyirəm ki, o gəlmir ki, gəlmir. Görürsünüz, deyirsiniz ki, müəllim, ki cümlənin ortasında da özündən əvvəl xəbər var. Ona görə burada kini bağlayıcı götürürəm. Yox. Baxın, təkrarlanan sözlərin arasında işlənib. Ortasında gəlmir, gəlmir. Təkrarlanan sözlərin arasında işlənibsə, burada kiyə nə deyəcəm? Ədat deyəcəm, bir mənalı olaraq. Vəssalam. Bu, kinin ədat və ya bağlayıcı olması məsələsində deməli, əsas məqamlardır. Yəni, bu məqamları bilsəniz, kinin bağlayıcı, ədat olması məsələsini qarışdırmayacaqsınız. Vəssalam. Sonra burada danışacağıq. Nədən danışaq? Silək. Sonra burada dadə var ki, dadə. Dadənin bağlayıcı və yaxud ədat kimi işlənməsi məsələsi. Baxın, həm bağlayıcı kimi işlənir, həm də ədat kimi işlənir. Və necə fərqləndirəcəyik? Bu dadə sasədən sonra gələrsə, yəni sasə plus da formasında olarsa ədatdır. Sa plus da formasında, dadə formasında olsa ədatdır. Məsələn, deyirəm ki, o gəlsə də mən getmərəm. O gəlsə də mən getmərəm. Görürsünüz, sasə var. Sasə plus dadədir. Deməli, burada dadə nədir? Ədatdır. Bir mənalı olaraq ədat. İkinci məsələyə qalanda. Əgər dadə cümlədə işlənirsə və o cümləyə iştirak məzmunu verirsə, bağlama funksiyasını yerinə yetirirsə, burada bağlayıcı olacaq. Məsələn, deyirəm, Aynur da, Aytaç da gəlmişdi. Aynur, Aysel, Aytaç da gəlmişdi. Baxın, burada deyirəm, Aynur, Aysel, Aytaç da gəlmişdi. İştirak var, sadalama var. Görürsünüz, sadalama. Yəni, Aynur da gəlib, Aysel də gəlib, hətta Aytaç da gəlib. Burada dadə nədir? İştirak məzmunu var burada, iştirak. Sadalama məzmunu var. Burada dadəyə nə deyəcəm? Bağlayıcı deyəcəm. Bunların olmadığı məqamda dadə olacaq ədat. Yəni, bu məzmunu vermirsə, olacaq ədat. Məsələn, deyirəm ki, sən demirsən də, görürsünüz, burada bir iştirak yoxdur. Yəni, hamı iştirak edib, hətta sən də iştirak eləmişsən deyə bir məsələ yoxdur. Və buradakı dadə nədir? Ədatdır.
Bu da dadənin ədat və yaxud ədat olub olmaması məsələsi. Sonra ancaq sözü var. Ancaq sözü. Ancaq sözü də həm bağlayıcı kimi işlənir, həm də ədat kimi işlənir. Necə fərqləndirəcəyik? Baxın, ancaq bağlayıcı kimi işlənirsə, qarşılaşdırma bağlayıcıları olan digər bağlayıcılarla əvəzləyə biləcəyik. Ancaq hansı bağlayıcı idi? Qarşılaşdırma bağlayıcı. Tabesizlik növünün qarşılaşdırma bağlayıcısı idi. Və bunu amma, ancaq, amma, lakin, fəqət isə bağlayıcıları ilə əvəzləyə bilirəmsə, həmin cümlədə ancaq nə olacaq? Bağlayıcı olacaq. Məsələn, deyirəm ki, o yemədi, ancaq çay içdi. O yemədi, ancaq çay içdi. Ancaq çay içdi. O yemədi, amma çay içdi. O yemədi, lakin çay içdi. Görürsünüz, burada ancağı amma ilə, lakin ilə əvəzləyə bildiyimə görə ancaq burada nədir? Bağlayıcıdır. Yox, ancaq nə vaxt ədat kimi işlənir? Əgər ancağın ədat kimi işlənmə məqamını bilmək istəyirsə, onu yalnızdan əvəzləyəcəyik. Yəni, ancaq sözü yalnız sözü ilə əvəzlənə bilirsə, orada nədir? Ədat mövqeyindədir. Baxın, deyirəm ki, ancaq sənə inanıram. Yalnız sənə inanıram. Yalnız sənə inanıram. Görürsünüz, ancağı yalnızdan əvəzləyə bildim. Deməli, burada ancaq nədir? Ədatdır. Amma baxın, amma ilə alınmır. Amma sənə inanıram. Lakin sənə inanıram. Ancaq sənə inanıram. Bax, burada ancaq, yalnız sənə inanıram mənasındadır. Bəli, bunu bağlayıcı kimi də işlədə bilərik. Amma ancaq sənə inanıram. Yalnız, təkcə sənə inanıram. Yəni, heç kəsə inanmıram, tək sənə inanıram. O mənada burada olacaq nə? Ədat mövqeyində çıxış edəcək. Sonra gəlirik burada ilə məsələsinə. İlə də, yəni ilə bu lalə formasında da işlənir. Qısaldılmış forması lalədir. Həm bağlayıcı, həm də qoşma kimi işləndirir. Bəs nə vaxt qoşma olacaq, nə vaxt bağlayıcı olacaq? Baxın, ilənin işləndiyi cümlədə xəbər cəmdə olarsa ilə bağlayıcıdır. Məsələn, deyirəm ki, Aytac ilə Rasim gəldilər. Görürsünüz, ilənin işləndiyi cümlədə xəbər cəmdədir. Deməli, burada ilə nədir? Bağlayıcıdır. Bağlayıcı. İlə işlənən cümlənin xəbəri təkdədirsə, orada ilə qoşmadır. Məsələn, bax, burada bu şəkildə olsa, Aytac ilə Rasim gəldi. Yəni, Aytacla Rasim gəldi. Bax, xəbər təkdə olanda artıq ilə burada olacaq nə? Qoşma. Məsələyə diqqət yetirin. Deməli, xəbərdə larləri cəm şəkilçisini görsəm, olacaq bağlayıcı ilə işlənən cümlədə. Yox, larləri görməsəm, olacaq ilə nə? Qoşma mövqeyində. Bu da belə. Bir də məsələn, sadalama məzmunu verərsə, yəni sadalanarsa, orada lalə də nədir? Qoşma mövqeyində çıxış eləyəcək. Və burada ilənin zərf düzəldən şəkilçi kimi də çıxış etmə məqamı var. Feil düzəldən şəkilçi kimi də çıxış etmək. Məsəl üçün, başla sözünə baxın. Başlada la-nı görərsiniz. Deyərsiniz ki, burada ilənin qısaldılmışıdır. Yox, baş sözünə la qoşulub başla, başlamaq feilini düzəldir. Bu da feil düzəldən şəkilçidir. Məsələn, həsrətlə, nə tərzdə, həsrətlə baxır, nə tərzdə baxır. Burada həsrət sözünə lalə şəkilçisi qoşulub, nə tərzdə zərf düzəldən leksik şəkilçisi kimi çıxış edib. Bu məqamlara diqqət yetirmək lazımdır. Sonra bağlayıcılarda vergülün işlədilməsi məsələsi var ki, məsələn, amma, ancaq, lakin bu tipli bağlayıcılardan əvvəl vergül qoyulacaq. Amma idi, ancaq idi, lakin idi. Sonra çünki idi, halbuki idi. Mən burada qeyd eləmirəm, siz qeyd edin. Yəni qeyd dəftərinə yazın bunları. Ammadır, ancaqdır, halbukidir, çünkidir, yənidir, həttadır, habelədir. Bunlar nədir? Bunlardan əvvəl biz vergül qoyacağıq. Yəni yazıram, getdim, amma gəlmədi. Amma gəlmədi.
Görürsünüz, özündən əvvəl vergül işarəsi qoyulur. Sonra dadə bağlayıcılarında vergülün işlədilməsi məsələsi var. Əgər dadə cümlədə tək formada işlənibsə, yəni bir dənə da, yəni bir dənə də formasında işlənibsə, onda vergül məsələsi yoxdur. Amma təkrarlanan bağlayıcılardan, deməli, əgər dadə bağlayıcısı təkrar olunursa, hər birindən sonra vergül qoyacağıq. Bir dənə sonuncu işlənən dadədən əvvəl və yaxud sonra vergül işarəsi yoxdur. Məsələn, deyirəm ki, sən də, Aynur da, Sənan da gələcəksiniz. Görürsünüz, burada təkrarlanan dadələrin hər birindən sonra vergül qoydum. Bir dənə sonuncudan əvvəl və ya sonra vergül məsələsi qoymadım. Sonra ki bağlayıcı kimi işlənəndə bayaqlar dedik ki, özündən sonra vergül qoyulur. Sonra təkrarlanan nənədə bağlayıcısı var idi. İstərsə də bağlayıcısı, gah da bağlayıcısıdır ki, onlardan əvvəl, yəni bağlayıcılardan əvvəl vergül qoyulur. Bir dənə birinci şəkildə, birinci bağlayıcıdan başqa necə? Məsələn, deyirəm ki, gah gün çıxır, gah da yağış yağır. Görürsünüz, gah da bağlayıcısı işləndi. Burada birincidən əvvəl yox, ikincidən əvvəl təkrarlanan bağlayıcılardan söhbət gedir. İkincidən əvvəl vergül işarəsi qoyuruq.